Yani elə biz sən yandırırıq, mən müddətdən sonra geri çəkir. Yandırırıq, geri çəkir. Burada qısa millimetrə geri çəkmək lazımdır ki, yəni geri çəkdikdə də tam olaraq əmin olaq ki, həmin hissələrdəki olan toxmaları biz yandırmışıq. Və bu prosedur nə cür dəyərləndirilir? Yəni prosedurun öncə düyünün müddət, yəni doktor rejimdə onun vaskularizasiyası dəyərləndirilir ki, bəli, bu məsələn vaskularizasiyası 60 günlükdür və prosedur bitdikdən sonra prosedur effektivini dəyərləndirmək üçün yenidən təkrar doktora aparılır ki, bəli, biz tam əmin olaq ki, həmin nahiyədə, yəni yandırdığımız nahiyədə hər hansı bir dama qalmamışdır. Bu isə bizim prosedurdur. Prosedur nə cür bizə alınır? Biz hardan başlamalıyıq? Bəyək göstərdik ki, buradan başlayırıq. Buradan başlayıb yandıra geri çəkirsən. Sonra buradan başlayırıq bu şəkildə. Bu şəkildə belə deyək ki, qısa atış texnikası deyilir. Yandırır tam bura qədər. İndi öncə iynə ən yeridir. Yəni bu şəkildə belə 15 dərəcə ucaq altında və biz orada görürük ki, iynənin sarıdır. Gördük iynə gəlir. Salda biz düyün içərisində, artıq düyün içərisində hiss elədik. Kapsulu kesəndə biz hiss edirik ki, artıq düyünün mənfəzindəyik. Və daimi iynənin ucu bizim nəzarətimiz altında olmalıdır. Və yaxınlaşdırırıq. Bizim düyün tutmalarına göstərimiz altında. Başlayabiliriz biz. Hazır efendim, ben size böyle bir sözü başlayayım. Görürsən, iynə uzunu mən hiss elədim ki, burada başlayalım. Bunu görəsinlər, vaporizasiya prosesi. Gördünüz ki, ağardı. Serisi, razı görürsən edə, mən burada da hiss edirəm. O xüsusi halı da var zaten. O geri çəkir. Canlı toxumada başqa bir görürsən. Çok kazanmaya geldi ama canlı tonunu kazanmaya geldi. Çok sağlam. Geri çekilir. Geri çekilir. Pedaları koymuşsun. Biri ben yapacak, mesela. Gördünüz sağ olun. Sok. Bitti. Başlayabilir hemen. 20 watt koydu. Yaxşı. Biraz değilsiz. Başlayabilir ha? Başlayabilir ha? Evet. Kapsülüne kadar mesela. Biz kapsülünü alıyoruz. Hisseyden 40 hisse. 2, 3, 4, 5, 6, 7, 8, 10. Geri çekilen 2, 4, 5, 6, 7, 8, 9, 10. Tutgun, rahat. Geri hissesi gitti. Ay sağ ol. Ağrıdı.